Değerli dostlar, hər birinizi xoş gördük. Bu müqəddəs ayda, Uğuz ayında gəlmişəm Azərbaycanlı bir həkim tərəfindən 2 əsliyə möhtəz olan Mehdi dayının yanına. Qeyd edim ki, mən bununla bağlı bir neçə video paylaşmışam. Mehdi dayı deməli bir həkimin Səhlənkar Uzbatından artıq 2 ildən çoxdur ki, şikəst həyat 3 ildən çoxdur ki, əlil həyatı yaşayır. Adamın vəziyyəti bax budur. Amir Bədəlov adlı bir travmatoloq, dırnaqarası deyək, travmatoloq Medistal Hospitalında 3 il bundan əvvəl Mehdi dayını əməliyyat edir. Mehdi dayının əməliyyatı uğursuz keçir, adamın implantı yerində deyil, adam çox bərbad gündədir və Amir Bədəlov bu xəstəyə gəldirilir. Bir ilə yaxındır da ki, adam bu vəziyyətdə getmədiyi prokurorluğun getmədiyi bir adam qalmayıb. Kamran müəllimin qəbulunda olub, köməkçisinin qəbulunda olub, Nərman Oğlan prokurorunun qəbulunda olub və adam qeyd edib ki, mənim 2 ombamla əməliyyat olub. Bir il başqa həkim eləyib. O həkimin adı nədir? Ceyhun İsmailov. Ceyhun İsmailov. O yerindədir. Hansı ayağında? Bu ayağında o, hə? Bu işlən ayağında, hə? Bu ayağı işləyir, hə? İşləməyən ayağın bu ayağını isə Amir Bədəlov əməliyyat eləyib. Artıq 2 dəfə Amir Bədalovun xeyrinə qərar çıxarıb ki, prokurorluq. Amir Bədəlov əməliyyatda səhvə yol verməyib. Yəni ki, bir sözlə demək istəyir ki, siz yaxşısınız, gəzmək istəmirsiniz. Yəni, bir gülməli bir mənzərə. Ən dəhşətli bilirsiniz nədir? Artıq 3-cü dəfə adam müraciət edib, çıxarılan qərarlar olunub. Təzədən dayının ayağını şikəst edən həkim Amir Bədəlov yox, dayının ayağını normal əməliyyat edib, bu günləri bu ayağı salamat edən Ceyhun İsmailova Azərbaycan Respublikası prokurorluğu cinayət işi açıb. Necə ki, problemli ayağı qoyub, sağlam ayağı kəsmişdilər, bu günlərdə yaxşı əməliyyat edən həkimə cinayət işi açıblar. Adamı şikəst edən adam deyir ki, mən heç nə eləmirəm. Mən bu hoşluğlarından istifadə edib buradan üzümü tuturam Amir Bədəlova. Mən o adamla bir qram olsun incimə, heç kim inciməsin, bir bloger kimi, vətəndaş kimi deyirəm. Vicdan görmürəm. 3 ildən artıq da adamın Səhlənkar Uzbatından adam yataq rejimindədir. Amir Bədəlov, inanmıram səndə olan, elə belə deyirəm. Sənə ant verirəm bu oruçluğayla, əgər az da olsa vicdanın qalıbsa, evinlə, övladının üzünə rahat baxmaq istəyirsənsə, bəlkə də baxırsan, çünki sana duyğu yoxdur. Gəl bu adamın əməliyyatını götür boynuna, bu adamın əməliyyatı ilə qaçsın ayağa. Bu adam sənin uzbatından 3 ildir pasteldədir, bir şey təsəvvür elə. Dövlət sığorta bu əməliyyata görə sənə 4800 manat pul ödəyir. Sən o pulu balana yedirmirsən, bu adam 3 ildir balasına çörək qazana bilmir, yataq rejimindədir. Biraz da olsa Allah'ın olsun. Biraz da olsa Allah'ın olsun. Mən prokurorluqdan 3-cü dəfədə müsbət qərar gözlədim.